2026-cı ilin Azərbaycanda şəhərsalma və memarlıq ili elan olunması münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Yasamal Park ərazisində tarixi su təsərrüfat obyektlərinə baxış sərgisi təşkil olunub. Qeyd edək ki, Azərbaycan Respublikasında həyata keçirilən geniş miqyaslı quruculuq siyasəti, xüsusilə də ölkə prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsi haqqında sərəncamı ilə şəhərsalma, memarlıq irsinin qorunması və müasir infrastrukturun formalaşdırılması istiqamətində yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət siyasətinin əsas prioritetlərindən biri də strateji əhəmiyyət daşıyan su təsərrüfatı sahəsində müasir yanaşmaların tətbiqi, tarixi irsin qorunması və memarlıq dəyərlərinin yaşadılmasıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həyata keçirdiyi layihələr yalnız mühəndislik və kommunal xidmət baxımından deyil, eyni zamanda şəhərsalma və memarlıq baxımından da xüsusi əhəmiyyət kəsb edir. Agentliyin fəaliyyət sahəsinə daxil olan bir sıra tikililər və komplekslər funksionallıqla estetik yanaşmanın vəhdətini özündə birləşdirərək ölkəmizin memarlıq irsinin mühüm nümunələrinə çevrilir. Azərbaycanın su təsərrüfatı tarixində inşa edilmiş obyektlər, istər meliorasiya qurğuları, istərsə də içməli su təchizatı sistemləri ilə bağlı binalar özünə məxsus memarlıq üslubu ilə seçilir.